şamanizm, tanrıçılıq, bunların oxşar və fərqli cəhətləri və Azərbaycanda bunlar hansı yeri tutublar, tutumu nədir? Şamanizmlə tenqriçiliyi bir-birindən ayırmaq o qədər asan deyil. Çünki o qədər iç-içə giriblər ki bunlar. Evet. Tenqriçilik Türkiyə tarixçiliyində qədim türklər əvvəldən də inancları biraz İslama uyğundur nəzəriyyəsindən irəli gələn bir iddiadır. İdeolojik bir iddiadır. Amma tenqriçiliyin təməl anlayışı ondan ibarətdir. Tenqriçilikdə tək göy tanrısı mərkəzdə olub, şamanizmdə isə əsasən ruhlar mərkəzdədir. Amma orada da tanrı təkdir. Orada tanrı təkdir. Evet. Amma tanrı təkdən əlavə bütün bizim həyatımızı şəkilləndirən ruhlar və bu ruhlar hər şeyə sirayət edib. Əşyadan tutun, Hamısının ruhu var. şeyə qədər. Biraz da niyə bənzər? Bilirsən, şamanlarda şintoizm var, hər şeyin bir özünün inanc sisteminin olması. Yəni təbiətdəki güclər, qultlar, su kultları, Dağ kultu. dağ, Meşə, ağac, bəli. meşə, coğrafiya, torpaq, bütün bunlar, hətta evin içinə girmək, evin içində oturmaq, qapı, eşik müqəddəsdir. Bəli. Tütsü, mütsü, bütün bunların hamısının özünün ruh dünyası var, ruh kateqoriyası var. Şamanizmdə əsas məsələ ruhların idarə edilməsi, ruhlarla bütünləşmiş bir həyat tərzi. Niyə görə ruhlar bu dünya ilə o biri dünya arasındakı əsas gücü təmsil edirlər və bunların təsir edici qüvvəsi çox güclüdür. Yiyə sözü var dilimiz. Burada onlar yiyə sahibidirlər. Söz sahibi. Ruhlar. Ruhlar yəni bir növ yiyədirlər. Hər şeyin öz yiyəsi var, yəni öz ruhu var. Şamanın da kateqorik olaraq fəaliyyəti ruhlarla fəaliyyətdir. Şaman ruhla bugünün dünyasının arasında bağlantıyı quran əsas ünsürdür. Şaman termini biraz 20-ci əsrdə çox Radlov falan. Amma Azərbaycanda ikisi qarşı oldu. Yəni həm tanrıçılıq, həm şaman. Bizdə şamanizmin olmaması qeyri-mümkündür. Niyə görə? Bütün ona aid elementlər var yəni. Kurqanlar falan. Kurqanların içərisində çox sayda şamanist elementlər var. Şamanizm sadəcə bizə məxsus bir şey də deyildir. Tunguslardan gələn Şeyə qədər, Cənubi Amerikaya qədər uzanan bir şeydir. Hər coğrafiyanın öz şamanisti vardır. Bunu ayırmanın ən yaxşı tədqiqatı Mircea Eliada'nın məşhur şamanizm əsəridir. Yaxşı bir çalışmadır. Onu diqqətə alıb oxuya da bilərsiniz.